Bax bu gördüyünüz qarşıdakı Masazır dairəsidir. Masazır dairəsindən Xırdalına daxil olanda düz yolun kənarında sizlərə möhtəşəm kupçalı ev tapmışam. Əla da bir qiymətə. Madeiranın yanıdır. Əsas prospekt yolunun kənarında. Keçək mənzillə tanış olaq. Tam ətraflı mən sizə məlumatları deyim. Olmuşuq mənzilə sizlərə elə bir mənzil tapmışam ki, bugünkü gün Xırdalan bazarında kupçalı o göstərdiyim ərazi var da, Masazır dairəsindən Xırdalana girişdə. Orada elə bir Embavudun yanındadır. Bu qiymətə belə bir mənzil yoxdur. Hər vaxtınız xeyirli olsun hər birinizin. Mənzilin əsas giriş hissəsindən təqdimata başlayaq. Bura giriş qapısıdır, giriş hissəsidir. Girişdə mənim sağ tərəfimdə evin yerləşir. Yataq otağı, görünən əşyalar, hər şey qalır. Bir dənə evdən şəxsi əşyalar çıxmaq şərti ilə satılır. Gəl bura. Bax pəncərədən görünən yer, göstər, Masazır dairəsidir. Baxın yaxınlaşdır. Görürsünüz, Masazır dairəsi, Masazır. Baba bu daha. Bax. Masazır dairəsidir. Görsən, maşınlar gedir. Deməli, evin bura yataq otağıdır. Dəhlizidir, yerlər isti döşəmədir. Evdə A-dan Z-yə hər şey mövcuddur. Hər şey var ha. Yəni köç yaşa qiyməti də superdir. Kupçası da var. Hamam sanuzel aksesuarlar mövcuddur. Təcili olaraq satılır. Evin qonaq otağı, künc divanı, stol stulu, kondisioneri, bir dənə də belə divanı. Mətbəx hissəsi buradadır. Görürsünüz, bahalı. Görürsünüz, soyucusu, paltar yuyanı, aspiratoru, qazı şəxsi təmirli evdir. Şəxsi istifadə üçün təmir olunub. Deməli 5 mərtəbə, bu 5 mərtəbədə səhv eləmirəmsə. 5 mərtəbəli binanın 5-ci mərtəbəsində üçün mansard 4. Kupçası var. Kvadrat nə qədər idi? 50 kvadratdan ibarətdir. Kupçası var, kupçası da hazırdır. Buradan da keçirik evin balkon hissəsinə. Bax, balkonundan da sıx ətrafı göstər. Qardaş, bu qiymətə ev tapa bilirsən? Yox. Satış qiyməti də çox gözəl bir qiymətdir. Satış qiyməti əla bir qiymətdir. Deməli, qiymət təyin edilib 75.000 manat. Gəl yerində bax, razılaş. Sağ olun.